Əziz dostlarım, əziz həmvətənlərim, biz illərdir deyirik ki, Azərbaycanda rüşvət və korrupsiya var, vergi sistemində problemlər var, gömrükdə problemlər var və bunun nəticəsində sahibkarlar əziyyət çəkir, vətəndaşlar əziyyət çəkir. Bizim adımızı müxalifətçi qoyurlar. Prezident eyni şeyləri dedi, eyni şeyləri ifadə elədi. Nəyə görə prezidentə müxalifətçi demədilər və onunla bağlı eyni ifadələri eşitmirik? Deməli, biz həqiqəti deyilmişik. Biz deyəndə ki, Milli Təhlükəsizlik Nazirliyi polis orqanı kimi daxili işlərlə məşğuldur. Bizə deyirdilər ki, siz vətənə xəyanət edirsiniz, cəsusluqda suçluyurdular. Məlum oldu ki, həqiqətən bu beləymiş və ən üstdən başlayaraq, ən üst səviyyədə generallar səviyyəsində və nazir səviyyəsində istefaya göndərilənlər oldu və Milli Təhlükəsizlik Nazirliyinə təmizləmələr baş verildi. Biz deyəndə ki, Azərbaycanda orta sahibkarların vəziyyəti pisdir, neft pulları hesabına dövlət qurmaq olmaz, bir gün bu neft tükənə bilər, qiyməti düşə bilər və Azərbaycan Nigeriya sindromu, Holland sindromu yaşaya bilər. O zaman bizi qınayırdılar. Biz o ərəfədəyik və artıq Azərbaycanda belə bir problem var. Bütün bunlara görə biz bu seçkilərə Azərbaycan üçün şans bildik və bu seçkilərə qatıldıq. Həm mən özüm qatıldım, həm bütün dostlarımı təşviq elədim, həm də xanımım Aysel Əlzadəni təşviq elədim. Amma ilk başdan, ilk gündən Azərbaycan hakimiyyəti öz simasını dəyişmək istəmir və islahatlarla bağlı prezidentin həyata keçirmək istədiyi daha doğrusu addımlar, hərəkətlər aşağıdan təzyiqlə və qəbul edilməməzliklə qarşılanır. Bunun nəticəsidir ki, Aysel Əlzadəyə qarşı növbəti bir eyni ad və soyadda rəqib irəli sürdülər. Bunun nəticəsidir kimi Azay Quliyev həmin ərazidən namizəd olandan sonra heç bir biznesi olmayan və yalnız millət vəkili kimi fəaliyyət göstərən, bununla bərabər qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının, hansı ki bu şura Azərbaycan Respublikası büdcəsindən maliyyələşir və şuranın əməkdaşları büdcədən əmək haqqı aldıqlarına görə seçki kampaniyasında iştirak edə bilməzlər. Lakin onlar hamısı seçki kampaniyasında səfərbərdirlər və ərazidə Binəqədi rayonunda 4 seçki qərargahı özünə götürüb, o qərargaha küllü miqdarda vəsait xərcləyən Azay Quliyev bu vəsaiti hardan alır? Biz dünən deyirdik, biz inanmırdıq, bugün yenə deyirik. Korrupsiya və rüşvət hesabına sadə insanları, siyasətə marağı olan, Azərbaycanı dəyişmək istəyən, vətənə xidmət etmək istəyənləri yenə əzirlər. Mənim namizəd olduğum Nərmanov ərazisində Yeni Azərbaycan qəzetinin baş redaktoru namizəddir və o namizəd kimi bütün dövlət resurslarından, bələdiyyənin resurslarından istifadə olunur. Yeni Azərbaycan Partiyasının resurslarından, icra hakimiyyətinin resurslarından və digər bütün resurslar səfərbər olunub. Bütün hallarda biz bunun qarşısında heç bir müqavimət göstərə bilməyəcəyik. Biz bu halın, bu vəziyyətin aradan qaldırılması üçün səfərbərik və mən bütün gücümü, bütün enerjimi Aysel Əlzadənin dairəsinə yönəltmək qərarına gəldim. Bunun səbəbi ondan ibarətdir ki, mənim namizəd olduğum ərazidə bütün resurslar, bütün imkanlarım əlimdən alınıb və hər hansı bir hərəkət edə bilmirəm. Mən xahiş edirəm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bunlarla bağlı tədbir görsün və Azərbaycanda növbəti mərhələnin başlaması üçün gənclərə, yeni nəfəsə, yeni təmiz insanlara qapı açsın ki, nəticədə ölkəmiz qarşılaşdığı bu vəziyyətdən, bu sindromdan xilas ola bilsin. Bu məsələdə, bu işdə Azərbaycan dövləti ilə həmrəy olmağa, Azərbaycan dövlətinin yanında olmağa hazırıq və Azərbaycan dövlətinin vətəndaşıyıq biz. Vətəndaş funksiyamızı yerinə yetirmək və Azərbaycanımıza xidmət etmək istəyirik. Bizim qarşımızda olan bu maneələr, bizim qarşımıza çıxan bu insanlar kənarlaşdırılmalıdır, saxtakarlığa yol verilməməlidir. İnsanlar ruhdan düşür, insanlar ölkəsinə, dövlətinə, vətəninə sevgisini yitirir, hər hansı bir hüquqa malik olmadığını düşünür, seçilmək hüququndan məhrumdur və s. Bütün bu problemlərin aradan qalxması üçün çox vacibdir ki, Azərbaycan dövləti ən üst səviyyədə tədbirlər görsün və ölkəmizin inkişafı üçün, çəklənməsi üçün öz səyini artırsın.